Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlərim, xüsusən 11-ci sinif şagirdləri. Bugün mən sizə buraxılış fənləri üzrə Dimin 20 sınaq kitabından Azərbaycan dilindən sınaq 14-ün izahını verirəm. Əgər siz videonu izləyirsinizsə, kanala abunə olmağı, videonu bəyənməyi, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Gəlin baxaq birinci suala. Birinci suala keçid etməzdən də əvvəl videonun açıqlama hissəsində yazacağım nömrənin WhatsApp ilə əlaqə saxlayaraq əyani və onlayn dərslər haqqında məlumat ala bilərsiniz. Birincidə deyir ki, vurğuya görə məntiqi ardıcıllığı tamamlayan bəndi müəyyən edin. Yəni, status sözündə düşür demək A-nın üzərinə. Sonra, demək birinci hecaya, stansiya sözündə də birinci hecaya düşür, sinus sözündə də birinci hecaya düşür. Demək, məndə hamısı birinci hecaya düşdüyü üçün normal olaraq yenə də birinci heca ilə davam etdirməliyəm. Baxıram ki, sxematik sona düşür, sistem sona düşür, senari demirəm, senari deyirəm, E-yə düşmür, simmetrik sona düşür, simvol, bəli, birinciyə düşür, cavab olacaq C variantı. 2. Gözləməmişdik sözünün tərkibində işlənib, göz sözündən gözləməmişdik versiyasında demək bir leksik və 4 qrammatik şəkilçi, o da A variantında özünü göstərir. 3. Hansı cümlədə insan anlayışı bildirən isim nə sualına cavab verir? Bu adətən qeyri-müəyyən, təsirlik halda olur uşaqlar. Ona görə də sizin gözünüz birinci elə bunu axtarsın. Baxıram, atam mənə kitab bağışladı. Nəyi bağışladı? Kitabı bağışladı deyə bilirəm. Ona görə burada deyir ki, isim nə sualına cavab verir. Amma baxıram ki, isimdir isim olmağına. Nə sualına cavab verir? Qeyri-müəyyən təsirlik haldadır. Amma insan anlayışı bildirmir. Ona görə A-nı çıxıram. Sürücü sərnişin gözləyir. Kim nədir gözləyir? Kim sürücü? Nə gözləyir? Sərnişin gözləyir. Amma I. Burada sərnişini gözləyir. Qeyri-müəyyən təsirlik haldadır və insan anlayışı bildirir. Ona görə cavab olur B variantı. Digər variantlara da baxaq. Küçədə çoxlu uşaq var. Var predikativ xəbərdir. Suala cavab vermədən oldu ismi xəbər. Uşaq var. Yəni, burada gördüyünüz kimi nə sualına cavab vermədi. Demək, çıxıram. Sonra, indi xörək bişir. Nə bişir? Xörək. Nə zaman? İndi. Burada da görürsünüz ki, xörək insan anlayışı bildirmir. Alim, məqaləni diqqətlə oxu. Gördüyünüz kimi, burada alim demək, isim olsa belə, yəni, daha doğrusu adlı halda olsa belə, yəni, qeyri-müəyyən təsirlik halda deyil. Amma burada nəyi bildirir? Müraciət olunanı bildirir. Xitabdır. Ona görə yeni də çıxıram. 4-ə baxıram. Feilin morfoloji təhlilindəki yanlış fikri istəyir bizdən. Feil düzəldir feilidir. İndi o yeni qayıq düzəldir. Baxaq, 4-də demək, düz sözündən düzəltir. İndi bu dırdirin parçalanması şagirdləri çaşdırır. Əgər ki, dırdiri ayırırsınız, yəni buradan belə formada ayırırsınız. Əgər bura qədər deyib, maq şəkilçisini artıra bilirsinizsə, maq-məqi artıra bilirsinizsə, demək orada dır parçalanır və d orada leksik şəkilçidir. İndi gəlin bura baxaq. Yeni qayıq düzəltmək. Maq-məq artıra bilirəm də, bura düzdür. Ona görə burada d təsir altında t daha doğrusu d-yə keçir və leksik şəkilçi olur. İndi baxaq. Təsdiq feildir. Bəli, doğrudur. Məlum növdədir. Bəli, doğrudur. Düzəltmə feildir. Bəli, doğrudur. Xəbər şəklindədir. Ir burada zaman şəkilçisi, indiki zaman olduğu üçün xəbər şəkli hesab olunur. Doğrudur. Dır şəxs şəkilçisidir. Yanlışdır. Burada ümumiyyətlə şəxs şəkilçisi görürüz ki, yoxdur. Dır burada t və ir şəklindədir. 5. Nümunənin birində ki, ədatdır. Aha. 5-də deyir ki, bizə A variantında. Dayandı ki, ətrafa diqqətlə baxsın. Ki, burada nədir? Bağlayıcı. Ona görə A-nı çıxıram. İndi ki, gəlmisəm, işə başla. İndi ki, bir halda ki, madam ki, bu da nə bağlayıcısıdır? Şərt bağlayıcısıdır. Ona görə, demək, B variantında çıxıram. İndiki uşaqlar texnologiyanı yaxşı bilirlər. Hansı uşaqlar? İndiki uşaqlar. İndi burada isə bu nədir? Sifət mövqeyindədir. Ona görə C-ni də çıxıram. Asif ki, əlbəttə yaxşı təhsil alıb. Burada ki, burada nədir? Əlbəttə ki, ədatdır. Demək, D-ni götürürəm. De ki, gəlməyəcəm. Burada isə nədir? De ki, bağlayıcıdır.
tabelilik bağlayıcısı aydınlaşdırma növünə daxildir. Demək, 5-də oldu. Baxaq 6-cı suala. Həm nəqli, həm də əmr cümləsinin xəbəri kimi düşünülə bilməyən nümunəni istəyir bizdən. Baxaq sözü, demək, həm arzu şəklində düşünülə bilir, həm də xəbər şəklində düşünülə bilir. Demək, baxaq 6-cı suala. Həm nəqli, həm də əmr cümləsinin xəbəri kimi düşünülə bilməyən variantı istəyir bizdən 6-da. Baxaq sözünü nəqli cümlə kimi, əmr cümləsi kimi də fikirləşə bilirəm. Çünki bir dəfə arzu şəklində, bir dəfə əmr şəklində fikirləşirəm. Ona görə çıxıram. Yəni, qayda belədir, bir də belədir. Düzəldin sözündə əmr şəklində düşünmək olur, nəqli cümlə kimi də düşünmək olur. Bu əmr şəklinin versiyası. Bu isə demək, düzdən düzəl, düzəldin. Bu da xəbər şəklinin, bu da nəqli cümlə kimi işlənə bilər. Sonra C-yə baxıram. Keç sözündən keçir, keçirtin. Bu əmr şəkli kimi düşünülə bilir. Bir də keçdən keçir, keçirdin. Bu da nəqli cümlə kimi, yəni xəbər şəkli kimi düşünülə bilər. Sonra almalısan sözünə al sözündən almalısan. Yəni burada vacib şəkli kimi düşünmək olur. Əmr şəkli kimi düşünmək olmur, yəni D variantı ilə. Yaradın sözündə yara sözündən yarat, yaradın. Bir də yara sözündən yaradını, yəni kimisə işinə yaradın mənasında, bəli, düşünmək olur. 6-da olur D variantı. Keçək 7-ci suala. 7-də deyir ki, mən dünən təzə klubda çıxış edəndə sən nədənsə cavab vermirdin cümləsi haqqındakı səhv fikri müəyyən edin. Demək, nə edirdin? Cavab vermirdin. Kim? Sən. Nə zaman? Niyə? Nə səbəbə? Nədənsə? Zərflik. Mən dünən təzə klubda çıxış edəndə. Bu hamısı bir yerdə olacaq nə? Zərflik mövqeyində. Gəlin baxaq. Deyir ki, təyini yoxdur. Doğrudur. Tərkibində 2 zərflik var. Bəli. Bir, feili bağlama tərkib yaradıb. Bir də nədənsə sözü. Xəbəri feili xəbərdir. Cavab vermək, bəli. Frazeoloji birləşmədə feili xəbərdir. Baxıram D-yə, tamamlığı yoxdur. Bu da düzdür. 2 mübtədası var. Bu yanlışdır. Ümumiyyətlə bilirsiniz ki, bir sadə cümlənin tərkibində 2 mübtəda iştirak edə bilməz. 8-də yanlış istəyir bizdən. Doğrudur, yanlışdır xanaları verib. Gəlin baxaq. Demək, xitabdan sonra nida işarəsi də qoyula bilər. Bəli, bu doğrudur. Amma bizdən yanlış istəyir. Bu doğrudur, bəli. Sonra, baxıram 2-yə. Ara sözlər xitab olan cümlələrdə işlədilmir. Ara sözlər xitab olan cümlələrdə işlədilmir. Bu yanlışdır. Xitab olan cümlədə niyə ara söz iştirak eləyə bilməsin ki? Eləyə bilir. 3-də demək, xitab cümlənin məqsəd və intonasiyaya görə növünü dəyişir. Yanlışdır. Xitab cümlənin məqsəd və intonasiyaya görə növünü dəyişmir, yəni. Məsələn, deyirəm ki, anar, kaş məsələn qoyasan, nə isə məsələn kitabları yerinə qoyasan. Kaş, burada arzu şəklində deyirəm, nəqli cümlədir. Bir də deyirəm ki, anar, kitabları yerinə qoy. Bunu da əmr şəklində dedim, yəni əmr cümləsi dedim. Yəni burada anarın heç bir funksiyası olmadı məqsəd və intonasiyanın dəyişməyinə görə. Ona görə 2-3 yanlışdır burada, amma doğru da verilib. Baxaq, demək 4-də xitab və ara söz arasındakı sintaktik əlaqə olur. Yanlışdır. Sintaktik əlaqə ümumiyyətlə bunların arasında ola bilməz. Üzvlənmir ümumiyyətlə bunlar. Xitabın cümlə ilə məna bağlılığı olur. Xitabın cümlə ilə məna bağlılığı bəli olur. Ara sözlərin hamısı modal sözlərdir. Bu da yanlışdır. Yəni ara sözlərdə içərisində elə ifadələr var ki, onlar cümlə formasında, söz birləşməsi formasındadır, amma modal sözlər söz formasında olur. Həm biri morfologiyanın, biri isə sintaksin mövzusudur. Ona görə buradan yanlışdan doğrunu, çünki bizə yanlış deyir axı, yanlışdan doğrunu, burada bizə yanlış deyir. Doğrudan yanlışı seçəcəyik. 2, 3. Cavab olacaq 2, 3, 5 A variantı. 9. Yanlış fikri müəyyən edim. A-da deyir ki, Aydın şəhərə çatanda gecə idi cümləsində mübtəda yoxdur. Burada verib ki, doğrudur. Və yanlış istəyir bizdən. Yanlış olsun, yəni. Gəlin müəyyən eləyək. Gecə idi. Nə zaman? Aydın şəhərə çatanda cümləsində mübtəda yoxdur. Bəli, yoxdur. Qabağında da doğrudur verilib. Ona görə A-nı çıxıram. Dünən səhər mən şəhərdə idim cümləsində 2 zaman zərfliyi var. Baxıram.
Şəhərdə idim. Xəbər bir yerdən. Kim? Mən. Nə zaman? Dünən səhər. Dünən. Bir də səhər. Ayrı-ayrı, bəli. 2 zaman zərfliyi var. Doğrudur. Bu da doğrudur. Səhər. Mən şəhərdə idim. Dünən səhər. Mən şəhərdə idim. Demək, Musa evə gələndə artıq gec idi cümləsində. Musa sözü mübtədadır. Gec idi. Artıq burada demək, köməkçi nitq hissəsidir. Nə zaman Musa evə gələndə zərflik mövqeyindədir. Musa mübtəda deyil, xeyr, yanlışdır. Burada da yanlış verib, doğrudur. D-yə baxıram. D-də deyir ki, şəxsiz cümlələr həm ismi, həm də feili xəbərli də olur. Şəxsiz cümlələr həm ismi, həm də feili xəbərli olur. Bəli, bu doğrudur. Sonra, axşam şəhərə tərəf gedən adamlar cümləsini təhlil etmək olmur. Bu yanlışdır. Niyə təhlil etmək olmasın ki? Bu adlıq cümlədir və təhlilə də cəlb olunur yəni. Amma burada verib doğrudur. Ona görə burada görürsünüz uyğunsuzluq yarandı. Cavab olur Y variantı. 10. Hər kim 100 il yaşamasa günah onun özündədir. Yanlış fikir istəyir bizdən. Baxıram ki, burada sasi ilə düzəlib və tabeli mürəkkəb cümlədir. Yazıb ki, bu tip cümlələr sadələşmir. 100 il günah 100 il yaşamayandadır. Yəni sadələşir, bəli. Əvvəl budaq cümlə gəlmişdi. Bu da doğrudur. Sağ birinci buradadır. Budaq cümlə baş cümləyə şəkilçi ilə bağlanıb. Bu da doğrudur. Burada verilib sasə. Baş cümlənin xəbəri söz birləşməsidir. Onun özündədir. Bəli, baş cümlə budur çünki. Budaq cümlə budur, baş cümlə budur. Budaqdan başa doğru. Demək, budaq cümlə ismi xəbərlidir. Baxıram ki, budaq cümlənin yerini müəyyənləşdirmişəm. Birinci budaq cümlə gəlir, amma yaşamasa sözü ismi xəbərli deyil, yəni feili xəbərlidir. Cavab olur Y variantı. İndi isə keçək mətnə. Mətn gözətçi mətnidir. Əgər mətnlə tanışsınızsa, siz suallara birbaşa keçə bilərsiniz. Əgər tanış deyilsinizsə, videonu saxlayıb tanış olub, daha sonra sualları mənimlə bərabər cavablandıra bilərsiniz. Demək, 11-ci sualda nə istəyir? Mətnlə bağlı hökmlərdən biri yanlışdır. Yanlış istəyir bizdən. Yanlış istəyir. Gözətçi taxtadan hazırlanmışdı. Bəli, taxtadan hazırlanmışdı ki, qoruqçu necə hirsləndisə, taxta bədəni qırılıb yerə düşdü. Bax, altına xətt çəkirəm burada sizin üçün. A variantı doğrudur. Gözətçi bostan məhsullarını yemirdi. Bəli, burada deyir ki, gözaltı çiyələklərə baxırdı, öz-özünə fikirləşirdi ki, yəqin bal kimidir, amma mən ondan birini qoparmaram. İcazəsiz yemək mənim nəyimə lazımdır. Mən heç kimin malına əyri gözlə baxmıram. Bəli, yemirdi. Gözətçinin zınqırovları var idi. Bax, burada deyir, zınqırovları hərəsi bir yana dağıldı. Demək, var idi. C düzgündür. Çobanaldadan quşu gözətçinin qışqırığına məhəl qoymurdu. Qoymurdu həqiqətən də. Bax, burada deyir ki, tez ol, bostandan çıx, başımı söhbətə qatıb, gör nə yeyir qarınqulu. O da deyir ki, çobanaldadan onun sözünə heç əhəmiyyət vermədi. Qırmızı çəyləklərdən qarnı doyunca yeyirdi. Demək, deyil düzdür. Y-də bostançı bostana gəlməmişdi. Bu yanlış fikirdir, bəli. Artıq Y variantı yanlışdır. Sonra, 12-də deyir ki, mətnə görə nəyə ehtimal hesab etmək mümkündür? Pələngin zooparka aparılmasını, yox, güya ki, danışdığına görə, demək, gözətçini onun ürəyi partlayıb ölmüşdü. Ona görə A yanlışdır. Bostançının itinin olmasının, bu yanlışdır. Quşların gözətçidən qorxmasını, əslində qorxmurdular heç, yəni yeyirdilər. Qoruqçunun bostançı tərəfindən düzəldilməsini, bəli, bunu hesab edə bilərik, yəni. Sonra 13. Əvvəldə rəqəm yazılmış hansı cümlələrdə bütün sözlər həqiqi mənalıdır? Baxaq, demək, bir tapaq. Burada həqiqi mənalını istəyir bizdən. Görək, harada? Üzərində biri yazılan, rəqəmi yazılanları deyir də. Burada, üzərdə bir rəqəmi yazılan deyir, yoxsa əvvəlində rəqəm yazılmış. Deyirəm, axı, yoxdur. Əvvəlində rəqəm yazılmış deyirsə, baxaq əvvəlində rəqəm. Qoruqçu elə bir səs çıxarır ki, quşun bağrı yarılır. Məcazi mənadadır. Sonra 2-yə baxıram, amma mən ondan birini qoparmaram. Bu həqiqi mənalıdır. 2. İcazəsiz bunları yemək mənim nəyimə gərəkdir? Həqiqi mənalıdır. Eybi yox, mən sizə göstərərəm. Bu göstərmək həqiqi nəyisə çıxarıb göstərmək mənasında deyil. Yəni başınıza oyun açacağım o mənada. Məcazidir. 5 yazılan varmı?
Aha, 5 də burada yazılıb. Orasında deyim ki, bu ədalətli qarovulçunun ürəyi çox təmiz idi. Ürəyi təmiz olmaq məcazi mənadadır. Yəni harasa təmiz ola bilər, yer, məkan təmiz ola bilər də. Ürəyin təmiz olması məcazi mənadır. Ona görə biz məcazi mənalı istəyirdik, yoxsa həqiqi? Bir dəqiqə. Hansı cümlədə? Bütün söz həqiqi mənalı istəyirdi. Həqiqi mənalı istəyirdisə, buradan götürəcəm demək, mən həqiqi har yazdım. 2-yə, bir də 3-ə. 2, 3 həqiqi mənalıdır. Demək, buradan götürürəm D-ni. 14. Tünd qara hərflərlə verilmiş sözlə bağlı doğru fikirləri müəyyən edin. Tünd qara hərflə verilmiş söz deyir bizə. Nasıl cümlə dedi? Sözlə bağlı. Aha. Dalaşırdılar sözüdür burada. Dalaşırdılar. Aha. İndi görək burada nə mənadadır. Bir anda bostana dalaşırdılar, yox, daraşdılar sözü. Üzr istəyirəm. Bir anda bostana daraşdılar. İndi gəlin bunun mənasını aydınlaşdıraq ki, burada bizə nə deyir? Demək, cavablar, aha. Bir şeyin üzərinə doluşmaq. Həqiqi mənalıdır. Birinci buna baxaq. Həqiqi mənalıdır, daraşmaq. Demək, nəysə üstünə daraşmaq həqiqi mənalıdır, bəli. Bir şeyin üzərinə doluşmaq, yığışmaq mənasındadır, bəli. Məcazi mənalıdır, xeyr. Bal arıları şəkərin üzərinə toplaşdılar cümləsində eyni mənanı söz işlənmişdir. Dünyanı dar etmək mənasında deyil, səhvdir. 5-ə baxıram, natiqin çox geniş dünya görüşü vardı, bu da uyğun gəlmir. Elə burada uyğun gələn, elə 4-dür, 1-dir, 2-dir. Bu da hansı variantdadır? Y variantındadır. Mətnin sonuncu abzası ilə bağlı doğru fikri müəyyən edin. Sonuncu abzas buradadır uşaqlar. Burayla bağlı bizə doğru fikri istəyir. Demək deyir ki, bostan mövsümü qurtarandan sonra uşaqlar onun qollarını at kimi minib bəhbəhlə çapırmışlar. Qoruqçu isə hələ də işə yaradığı üçün elə sevinirmiş ki, orasına deyim ki, bu əhvalat həqiqətən olub, özü də bilirsiniz harada, Kür çayı boyunca uzanıb gedən bostanların birində. İndi deyir ki, 15-də. Mətnin deyir ki, müxtəlif deyir subyektlərin sevinç hissi əksini tapmışdı. Burada bir uşaqların sevinç hissi əksini tapmışdı, bir də gözətçinin. Yəni gözətçi hələ də sevinirdi ki, bir işə yarayır. Uşaqlar da onu at kimi çapırdılar da, yəni qollarını. Ona görə bir doğrudur. Sonra həqiqi mənalı sözlər üstünlük təşkil eləyir. Ümumiyyətlə mən sizə də əvvəlki izahlarımda da demişəm ki, istər bədii mətn olsun, istər başqa cür mətn olsun, fərqi yoxdur. Yəni orada məcazi mənalı sözlər üstünlük təşkil edir fikri yanlışdır. Məcazi məna heç vaxt həqiqi mənanı üstəliyə bilməz sözün çoxluğu baxımından. Ona görə 2 doğrudur. Hadisələrin baş verdiyi konkret zaman və məkan haqqında təsəvvür yaradır. Baxın. Məkan haqqında Kür çayı boyunca uzanan bostanların birində deyir. Amma dəqiq olaraq demir harda. Bostan mövsümü idi. Bu da yəni yay ayını nəzərdə tutur da. Demək burada konkret olaraq zaman və məkan təsəvvürü yaradır fikri yanlışdır. Konkret olaraq demir yəni. Qrammatik sualdan istifadə olunmuşdu. Baxıram. Demək mətnin sonuncu abzası ilə qrammatik sualdan istifadə olunmuşdu. Bəli, istifadə olunur. Baxın, burada özü də bilirsiniz harada. Burada nəyisə tapmaqdan ötürü. Yəni, bir növ bilirsiniz necə? Yəni, hansısa bir sual vermək məqsədi ilə deyilmir. Yəni, onsuz da cavabı sonunda verilir. Demək, burada 4 düzdür. Məzmun və təsvir etdiyi hadisəyə görə digər tərkib hissələrindən kəskin fərqlənir. Kəskin fərqlənə bilməz. Axı, eyni yəni məzmunlu davam edir. Desəm ki, məsələn, bu kəskin fərqlənir, bu abzas, onda o deməkdir ki, buna aid deyil. Yuxarı abzaslara aid deyil ümumiyyətlə hadisə. Ona görə 1, 2, 4 cavab olacaq 15-də D variantı. Keçək 16-ya. 16-da bizə deyir ki, mətnə tünd qara hərflərlə verilmiş cümlədə işlənmiş məcazi mənalı ifadəni müəyyən edin və cədvəli tamamlayın. Burada demək, hə qardaş, heç kəsin malına əyri gözlə baxmaram. Əyri gözlə baxmaq mənası işlənib burada. Yazaq, əyri gözlə baxmaq. Əyri gözlə baxmaq, yəni pis niyyət, orada baxmaram deyir. İndi burada da əyri gözlə baxmamaq mənasını deyək də. O da o mənaya gəlir ki, yəni pis niyyət güdmərəm. Pis niyyət güdmək mənasındadır, yəni. İnkarda verirsə güdməmək mənasında. 17-də deyir, altından xətt çəkilmiş ifadəni əvəz edən məcazi mənalı ifadə deyin. Altından xətt çəkilmiş ifadə burada. Baxaq görək hardadır. Bağrı yarılar, quşun bağrı yarılar. Bax burada. Bağrı yarılmaq təbii ki, nə mənasındadır? Yəni,
Ürəyi düşür də. Bağrı yarılmaq. Gəlin yazaq. Bağrı yarılmaq. Əgər həqiqi mənalı istəsəydi qorxmaq mənasını yazacaqydıq. Amma qorxmaq yaza bilmərik. Çünki məcazi mənalı istəyir. Bağrı yarılmağa yaza bilərik ki, məsələn, ürəyi ağzına gəlmək. Ağzına gəlmək. Ürəyi düşmək. Ürəyi düşmək. Ürəyi partlamaq. Partlamaq və s. 18-ə baxıram. Mətnin əvvəlində işarə qoyulmuş sözlərin qarşılığını yazın. Baxaq. Demək, nə qoyulub burada? Demək, gözaltı sözüdür. Gözaltı. Sonra, pərən-pərən sözüdür. Bir də qapmağa başladı. Quyruğunu, hürüb quyruğunu qapmağa başladı. Demək, yazıram. Gözaltı, pərən-pərən, qapmaq. Gəlin yazaq. Gözaltı, pərən-pərən, bir də qapmaq. İndi bunların mənasını yazmalıyam. Gözaltı, yəni oğrun-oğrun, gizlin-gizlin, oğrun-oğrun. Sonra pərən-pərən düşmək, yəni dağılmaq mənasındadır da burada. Aralı düşmək. Düşmək. Qapmaq da burada dişləmək mənasındadır. Dişləmək, tutmaq. 19. Mətndə son abzasını ümumiləşdirən və bir bənddən ibarət plan yazın. Bildiyiniz kimi plan yazmaq üçün mütləq şəkildə söz birləşməsindən istifadə eləməliyik. Mətnin son abzasını, yenə də bu abzasdan söhbət gedir, ümumiləşdirmək lazımdır. Bunu da ümumiləşdirib belə yaza bilərik ki, yəni burada gözətçinin son halından danışır. Məsələn, yaza bilərik ki, gözətçinin son halı və yaxud da gözətçinin aqibəti və yaxud da yaza bilərik uşaqların sevinci. Çünki onun əlini qolunu at kimi çapırdılar. Uşaqların sevinci. Bu formada yaza bilərik plan bəndi. 20-ci və 1-ci mətnin sonuncu sualı. Mətnin üslubunun səciyyəvi xüsusiyyətləri, bu səciyyəvi xüsusiyyətlərə uyğun nümunələr. Mətn bildiyiniz kimi hansı üslubdadır? Bədii üslubdadır. Bədii üslubda olduğu üçün burada nə var? Obrazlılıq var. Sonra, bədii təsvir ifadə vasitələrindən məsələn burada var. Sözün məcazi mənalı, məcazi. Sonra, bədii təsvir ifadə vasitələri. Bədii təsvir və ifadə vasitələri. Gəlin indi bunlara uyğun deyək. Məsələn, quyruqçu elə bir səs çıxarır ki, quşun bağrı yarılır. Məsələn, quşun bağrı yarılır. Bunu deyə bilərik. Sonra, yəqin fikirləşir ki, orada, məsələn, bax, burada, dəqiqə həmin hissəni göstərim. Burada quşun bağrı yarılır, məcazidir. Sonra, orada deyir ki, yəqin ki, bal kimidir. Burada, məsələn, təşbihdən istifadə olunmuşdur. Onu da yaza bilərik bura. Yəqin bal kimidir. Burada səhv etməmsə, çiyələk haqqında deyirdi onu. Dəqiqə. Burada, yetişmiş çiyələklərə baxır, elə deyir. Yəqin ki, bal kimidir. Burada bənzətmə var, yəni. Keçək növbəti mətnə, qarpız mətninə. Qarpız mətni burada gördüyünüz kimi informativ mətindir, yəni publisistik üsluba daxildir. Yenə deyirəm, əgər mətnə tanış deyilsinizsə, videonu saxlayıb mətnə tanış olub, daha sonra cavablarınızı mənimlə yoxlaya bilərsiniz. 21. Mətnin birinci cümləsindən sonra hansı cümlə artırırsa fikirlər arasında əlaqə bərpa olunur. Mətnin birinci cümləsi, yayda süfrələrimizin bəzəyi olan qarpızı yəqin ki, yeməyən yoxdur. Bax, bundan sonra deyir artırmaq. Bundan sonra bununla bağlı dövlət proqramları həyata keçirilir fikri yanlışdır, yəni əlaqəsi yoxdur. Yaxşı becərilmək üçün texniki qulluq şərtləri mənimsənilməlidir. Bu da yanlışdır. Bəs görəsən qarpız haqqında hansı maraqlı məlumatlar var? Bu özündən sonrakı demək abzaslarla da əlaqələnir də. Ona görə C variantı daha düzgündür. Onların görünüşü maraqlıdır, yox. Qarpızların uzunluğu məhsuldarın artmasına səbəb olur. Orada məhsuldarlıqdan danışmır, yəni. 22. Mətndə qarşısına işarə qoyulmuş hansı cümlədə fikrin səbəbi özündən sonraki cümlədədir. Səbəb nəticə xarakteri daşıyır da, yəni. Gəlin baxaq. Əslində qarpız balqabaq kimilər fəsiləsinə aiddir. Bəs nə üçün onlar gilə meyvə olduğu deyilir? Bax, görürsünüz, bundan sonra bu deyilmir, yəni səbəb olaraq.
Səbəbini deyir də. Hə, səbəbin özündən sonra ki, xeyr, deyilmir. Yəni ona görə bunu çıxıram. Sonra baxıram buna. Əgər qarpızda sarı rəngli damarlar görünürsə, deməli onun becərilməsi zamanı kimyəvi maddələrdən istifadə olunub. Həmçinin qarpızın keyfiyyəti onun lətinin bir hissəsini suya salmaqla da müəyyən etmək olar. Bax görürsüz, bu cümlədən sonra bu cümləni verib və bir-birindən səbəb kimi görünmür. Yəni ona görə mən burada aşağı üçbucaq formasını və ürək formasını çıxıram. A-nı, B-ni çıxıram. Baxıram. Qarpız kəsilməzdən əvvəl sudan mütləq yaxşıca yuyulmalıdır. Çünki deyə bilirəmmi? Çünki torpaqda yetişdirildiyi üçün qarpızın qabığı çirkli olur. Bəli, elə budur. Ona görə ki, bu bunun nəticəsi kimi verilmiş, səbəbi kimi verilmişdi. Yəni ona görə elə cavabımız olacaq Y variantı 22-də. Sonra digərinə baxaq. Qarpız isti havalarda otaq temperaturunda qaldıqda tez xarab ola bilər. Turş və qəribə qoxu nəticəsi kimi verilmişdi bu, səbəbi kimi verilməmişdi. Ona görə rombu da çıxıram. Və bir cümləmiz qaldı. Qarpızın vətəni Afrika olsa da, hazırda bir sıra ölkələrdə becərilir. Hətta bu meyvəyə olan maraq nəticəsində bir sıra bu da nəticəsi kimi verilmişdi, yəni. Ona görə bunu da çıxıram. Çıxıram, cavab qalır Y variantı. 23. Hansı cümlədə mətndə üzərində rəqəm yazılmış sözün mənası düzgün şərh olunmamışdı? Şərh olunmamışdı deyir. Aha, baxaq. 2, 4, 1, 5-ə qədər nömrələnmə var burada. Demək, 1-ə baxaq. 1 də nədir? Orqanizm. Bunları başqa rəngdən ifadə eləyək. Demək, orqanizm sözüdür burada. Burada maddələrdən sözüdür. 3 hardadır? Belə edirəm ki, diqqətimizi daha yaxşı çəksəm. 3 burada, demək, 3 ötürdüm. 3 lətdir, lət. 4 demək, festivaldır. 5 də hədəfdir. Aha. Gəlin indi baxaq, görək hansı uyğun gəlmir. Demək, bir də nə idi? Bir də orqanizmdir. Orqanizm hər cür canlı vücud. Bəli, hər cür canlı vücud orqanizm adlanır. 2 nədir? Deyir ki, maddələrdən, zamanı kimyəvi maddələrdən istifadə olunub. Maddə təbiətdəki fiziki cisimlərin əsasını təşkil edən şeydir. Bəli, doğrudur. 3-də nə deyir? Deyir ki, lətinin bir hissəsini suya salmaqla da müəyyən etmək olar. Lət burada meyvənin hələ yetişməmiş toxumu. Əksinə, yetişmiş içərisində olan o lət, ondan danışır. Yetişməmişdən söhbət getmir. Uyğun olmayan şərh Y variantıdır. Amma digərlərinə də baxaq, yəni. 4-də deyir ki, sonra baxdıq, demək, 3-də lət oldu, 4-də festival sözüdür. Festival sözünün, burada incəsənətin hər hansı bir növünü nümayiş etdirən ictimai bayram düzdür. 5-də isə, demək, müəyyənləşdiririk hədəf sözünü. Hədəf sözü də məqsəd və ya məram kimi görülən şeydir, düzdür. 24. Mətnə əsasən uyğun fikirləri müəyyən edin. Doğru, yanlış ehtimal hissələri verilmişdi bizə. Baxıram, qarpızın vətəni Afrika olsa da ən çox istehsal Çinə bağlıdır. Bəli, Çin ən, demək, üstündür. Yəni, bax, burada deyir ki, dünyada qarpız istehsal Çindən sonra ikinci. Çin birinci yerdədir, ikinci yerdə Türkiyə qarpız satışında ABŞ-dan geri qalır da. Demək, birinci Çindir, sonra Türkiyədir, sonra İrandır, İrandan sonra 4-cü yerdə ABŞ-dır. Ona görə bir doğrudur. Cəfərxan sortu Çində ən çox yayılır. Cəfərxan yazığı Azərbaycanda yetişdirilir. Yəni, burada verilib, yəni bu abzasda. Ona görə 2 yanlışdır. 2 yanlışdırsa gəlin 2-ləri çıxaq elə. Qarpız istehsalı ABŞ Türkiyədən öndədir. ABŞ Türkiyədən öndədir fikri yanlış idi uşaqlar. Yəni, ABŞ Türkiyədən öndə deyil əslində. Bax, burada deyir ki, qarpız istehsalında Çindən ikinci yerdə olan Türkiyə, qarpız ABŞ-dan geri qalır. Türkiyə ABŞ-dan geri qalır. Yəni, bu doğrudur. Bəli, bu doğrudur. Üzr istəyirəm, bu doğrudur. 4-də deyir ki, yəni, 3 düzdür. Bir dəqiqə, 3 düzdür dedim, amma burada yanlışlıq oldu axı. Bir dəqiqə, qarpız istehsalında, burada nə deyirdim? Burada deyirdi ki, qarpız istehsalında ABŞ Türkiyədən öndədir. ABŞ öndədir deyirdi də, amma yox, Türkiyə öndə idi. Türkiyə öndə idi, yəni. Türkiyə bax öndə idi. 4-cü yerdə ABŞ dayanırdı. 1-ci yerdə Çin, 2-ci yerdə Türkiyə, sonra İran, sonra 4-cü yerdə
ABŞ dayanırdı. Ona görə 3 yanlışdır. Düz dedim elə əvvəldə. 4-də 2000-ci ildə ABŞ-da qarpız ayı keçirilmirdi. Bu düzdür. Çünki o 2007 idi, səhv etmirəmsə. Bax burada qarpız ayı elan edildi. Bu düz səhvdir yəni. Yəni keçirilmirdi dediyi düzdür. Ehtimal hissəsində sağlam qarpız tibbi baxımdan faydalı. Bu doğru fikirdir də. Yəni ehtimal niyə eləyək ki bunu? 5 doğru fikirdir. Dünyada qarpızla bağlı fəaliyyətlər marketinq xarakteri daşıyır. Burada belə bir cümlə keçirdi əslində ki, marketinq fəaliyyətləri üçün Beynəlxalq Qarpızçılar Birliyi üzrə iş qurub, yəni. Yəni bunu ehtimal eləyə bilərik həqiqətən də. Yəni ona görə 1 demək 3 yanlışdan yanlış, ehtimaldan da ehtimalı götürsək 1 3 6 cavab olur B variantı. 25. Hansı fikir doğru deyil? Qarpız yetişdirmədə 4-cü ölkə qarpız satışında bütün ölkələri geri qoyur. Bəli, bu Çin idi, düzdür. Qarpız meyvə hesab edilmir, gilə meyvə hesab olunurdu. Azərbaycanda qarpız yetişdirmə Sabirabad, Saatlı, Abşeron məhdudlaşır fikri səhvdir. Çünki digər rayonlar da deyirdi. Ona görə C variantı axırıncı abzasda. Təbii yetişdirilən qarpızın tərkibində sarı damarlar görünə bilməz. Bu doğru fikirdir. Çünki tərkibində əgər sarı damarlar görünürdüsə, bax burada deyirdi ki, sarı damarlar görünürsə, onun deməli becəlməsi zamanı kimyəvi maddələrdən istifadə olunub. Yəni bu doğrudur. Qarpızla bağlı rekord da mövcuddur. Ginnesin rekordları bəli qeyd olunmuşdur. 26. Müqayisə cədvəlinə uyğun olaraq mətnlərin üslubu xüsusiyyətlərini nəzərə alın. Qarpız mətni, qarpız bitkilər aləminin balqabaq çiçəklilər dəstəsinin balqabaq kimilər fəsləsinə aid bitki cinsidir. Əkilmə prosesinə görə bostan deyil, bağça bitkisinin sinifinə aiddir. Müqayisə cədvəlində demək 26-da bizə verib bir demək qarpız mətnini, bir də demək sağ sütunda verilmiş mətndə terminlərdən istifadə olunub da, yəni elmi üslubdadır. Elmi terminlərdən istifadə olunub. Dəqiqlik, konkretlik, şərh etmə məsələn burada var. Ümumi cəhətlərinə də yaza bilərik ki, ümumi funksional üslublara daxildir. Funksional üslublara daxildir. Ədəbi dil normalarına tabidir. Dil normalarına tabidir. Keçək 27-ci suala. Problem verib. Problemi nə ilə bağlı yarana bilər? Qarpız insan orqanizminə zərərli ola bilər. Birincisi, nə ilə ola bilər? İsti hava şəraitində uzun müddət qalırdısa, uzun müddət qalırdısa, sonra 2 gündən artıq soyuducuda qalırdısa, açıqda qalırdısa, gündən çox qalırdısa, kəsilmiş vəziyyətindən söhbət gedir. Sonra və yaxud da məsələn əzik qarpız alırsansa, qarpız almaq və yaxud da çatlamış qarpız almaq. Sonra məsələn əgər ki almamışdan əvvəl qabığı yaxşı görünmürsə və yaxud da yaxşı yuyulmamışdısa, bax bunlar hamısı problemdir. 28 problem yarada bilər. Mətndə çərçivə daxilində verilmiş söz əsasında cədvəli tamamlayın. Mətndə çərçivə daxilində verilmiş söz, o qədər qaraladım ki, indi çərçivəni görməyəcəm. Demək, bax, dəmirin çox olması səbəbinə anemiyaya qarşı güclü təsirə malikdir də. Burada sözün poetik funksiyada işlədilməsini istəyir bizdən. Məsələn, deyirəm ki, onun iradəsi dəmir kimi möhkəm idi. İnformativ funksiyada deyirəm ki, məsələn, tutaq ki, dəmiri qol gücünə əydilər. 29-da deyir, qarpız satan və yetişdirən ölkələr arasında dünya üzrə birlik vardır. Mətnə istinad etməklə doğru olub olmadığını müəyyən edin. Demək, burada doğrudur fikri. Yəni, doğruya daha doğrusu quş işarəsi qoyacaq. Yetişdirən ölkələr arasında birlik vardır. Baxın, burada mətnin bu hissəsində, baxın, 60-dan çox festival keçirməklə qarpız satışı miqdarını artırmağı demək istəyirdilər. Və yaxud da bir sıra ölkələrdə becərilir və marketinq səciyyəsi daşıyır. Sonra, yəni ki, hazırda, yəni bax bu hissələrdə Florida, Texas, Kaliforniya başda olmaqla 30 əyalətdə yetişdirilir. Bax bu hissələrdə verilmişdi əslində.
Ona görə doğrudur fikri yazıb əsaslandırmaq olar. 30-da və sonuncu sualda deyir ki, plan verib ki, qarpız haqqında yanlış fikirlər, qarpız haqqında yanlış fikirlər giriş hissəyə daxil idi. Giriş, onun meyvə və yaxud da gilə meyvə olması haqqında. Ən məşhur yerli sortlar hissəsində, demək, nəticə hissəsinə yazmaq olardı. Məsələn, nəticə hissəsində orada verilmişdi ki, Cəfərxan, Galaktika, Crimson, Sweet sortları yetişdirilir. Ona görə bunu yazdıq nəticə hissəyə. Demək, üçüncü və sonuncu hissəyə əsas, bir dəqiqə, üçüncü hissəyə əsas hissə yazacaq. Əsas hissəyə isə, məsələn, qarpız yetişdirən ölkələr, qarpız haqqında, qarpızı daha doğrusu hansı halda istifadə etmək olar, hansı halda istifadə etmək olar fikri, istifadə etmək olar fikri yazıla bilər. Bu qədər. Əgər videonu izlədinizsə, videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı unutmayın. Sağ olun.